Çox sürücü bu suala səhv cavab verdi və ya ümumiyyətlə cavab verə bilmədi. Sürücülərə belə bir sual vermişdim ki, bu şəraitdə hərəkət ardıcıllığı necə olacaqdır? Düzgün cavab verən savadlı sürücüləri təbrik edirəm. Bəli, Y variantı 2 və 1 eyni vaxtda, sonra 3, ən axırda 4 nömrəli avtomobil. Biz isə hər zamanki kimi şəkili detaylı incələyək. Şəkildə nə görürük? Yol ayrıcı görürük. 1 və 2 nömrəli avtomobillərin qarşısında baş yol nişanı var və baş yol nişanı tək vurulmayıb. Aşağısında baş yolun istiqamətləndirici lövhəciyi var. Diqqət etsək görərik ki, bu yol ayrıcına 1 və 2 nömrəli avtomobillər baş yolla yaxınlaşıb. 3 və 4 nömrəli avtomobillər isə ikinci dərəcəli yolla yaxınlaşıb. Belə suallarda hər zaman birinci baş yolla yaxınlaşanları həll etmək lazımdır. Deməli, baş yolla yaxınlaşan 1 və 2 nömrəli avtomobillər eyni vaxtda hərəkətini davam etdirəcəklər. Sonra isə ikinci dərəcəli yolla yaxınlaşanlara baxaq. İkinci dərəcəli yolla yaxınlaşanlardan isə üçüncü, ən axırda dördüncü avtomobil hərəkət edəcək. Niyə? Çünki 3 və 4 nömrəli avtomobillər keçilmə ardıcıllığını eyni əhəmiyyətli yolların keçilməsi qaydası kimi, yəni sağdan maneə prinsipi ilə davam etdirməlidirlər. 4 nömrəli avtomobilin sağında 3 nömrəli mavi avtomobil olduğu üçün 3 nömrəli hərəkət edəcək, ən axırda sarı avtomobil, yəni 4 nömrəli avtomobil. Sağ olun, sizinlə mən Rıza müəllim idi.